Qida Təhlükəsizliyi Agentliyi arıqlama məqsədi ilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, kofe və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı araşdırma aparıb. Araşdırmalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Faktlarla bağlı qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara, o cümlədən hüquq mühafizə orqanlarına müraciət olunub. Son zamanlarda sosial şəbəkələr vasitəsilə arıqlama məqsədli çay, qəhvə, şokolad kimi məhsulların, eləcə də kapsulların bioloji aktiv qida məhsulu qismində çox aktiv şəkildə reklamı və satışı həyata keçirilməkdədir. Agentlik bununla bağlı monitorinq həyata keçirmişdir. Bir sıra sosial şəbəkə profillərindən nümunələr əldə edilmiş və laborator müayinələrə cəlb olunmuşdur. Təəssüf ki, götürülmüş bütün nümunələrdə insan sağlamlığı üçün çox təhlükəli olan sibutramin maddəsi aşkarlanmışdır. Sibutramin ürək-damar sistemi xəstəlikləri, insult, infarkt riskini artıran, beynin iştah mərkəzinin fəaliyyətindən birbaşa təsir edən, çox ciddi psixi pozğunluqlara səbəb olan sintetik bir maddədir. Məhz bu səbəbdən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qida məhsullarının tərkibində istifadəsi tamamilə qadağandır. Hətta ölkəmizdə dərman vasitələrinin tərkibində belə istifadəsinə yol verilmir. Araşdırma nəticəsində bu məhsulların ölkəyə şəxsi istehlak məqsədi ilə gətirildiyi, daha sonra qanunsuz olaraq sosial şəbəkə üzərindən satışının həyata keçirildiyi məlum olmuşdur. Bununla bağlı lazımi məlumatlar müvafiq dövlət qurumlarına ötürülmüşdür. Məhsullar Türkiyə mənşəli olduğu üçün qarşı ölkənin cavabdeh qurumuna da rəsmi müraciət ünvanlanmışdır. Agentlik vətəndaşlara təhlükəsizliyi və mənşəyi məlum olmayan, dövlət nəzarətindən keçməmiş məhsulları sosial şəbəkələr üzərindən əldə etməyin qətiyyən tövsiyə etmir və bu məhsulların qanunsuz satışını həyata keçirən şəxslərə bir daha ciddi xəbərdarlıq olunur. Çünki insan sağlamlığı və rifahı hər cür kommersiya maraqlarından üstün tutulmalıdır. Agentlik bu sahəyə nəzarəti gücləndirmişdir və bütün lazımi tədbirlər görüləcəkdir.